Rize şəhərdə mən düşmüşəm. Burada bir dənə qaqaş var, adı Əli Muxtardır. Mənim bankazada borcum var, onun da mənə borcu var, Əli Muxtarın. İndi bu şəhərdə onu axtarıram. Görüm elə burada olan adamlardan soruşum, bəlkə bilən adam var Əli Muxtarı. Qaqa bir dənə sür. Qaqa səşi. Keçək. Ay qaqa, nə xayırsan? Qaqa, nə xayırsan, nəsən? Ay, nə xayırsan, smart? Sürəyə gedək də, yəni. Sonra düzəltdirərik maşını. Əsas o Əli Muxtarı tapmaq deyib üstcən. Maşın onsuz da öz maşınımızdır. Yəni, maşın sonradan problemimiz yoxdur. Bu Əli Muxtar prosta biraz problemlidir. Yəni, Əli Muxtar orada da nə qədər vaxt Santof'a yoxşuyurdu olana Porsche'dan. Bu Əli Muxtar orada deyib, bayaqdan baxdarım. Tanıyan bəlkə bir adam. Neyse, qardaşım, yəni ki, burada Əli Muxtarı tanıyan olmaz məndə. Çünki o bu şəhərə təzə gəlib. Qardaşdan soruşaq hələ. Tamam, qaqa, gəl. Polis deyəm. Polislərdən qaçsın. Çünki Əli Muxtarı zorla da olsa tapacam. Bu da ərəbdir. Aha. Məsələn, bu adamdan soruşa bilərəm. Salam, ay, Əli Muxtarı sən tanımısan? Hə? Yox, Əli Muxtar kimdir? Sağ ol. Bu Əli Muxtarı tanıyan yoxdur ki. Məşhur deyə əslində bu şəhərə təzə gəlib sadəcə. Məsələn, buradan tapacam mən. Problem yoxdur. Əli Muxtarı tapmaq sarıdan. Prosta necə tapacam o problemlidir. Amma tapacam əsas. Qaqa. Polislər də dalımıza düşdü. Nədir? Bir dənə maşın bizim maşını vurdu. Onun dalında da oralarda çox gəzmək olmaz da, yəni ki. Qaç, tez. Amma yəni ki, oha xommer, maşındır da, yəni. Gedək buradan. Yəni, bu Əli Muxtarı axtardığımız şəhərdir. Polislər də doludur ya. Yəni, yaxşı yerə gəlib Əli Muxtar. Bilir ki, burada polis var, heç nə eləyənmərəm mənə. Amma bilmədiyi bir şey, polis maalesef baxmıram mən. Nəysə, maşını dəyişək. Düzələsə belə uzun vaxt çəkəcək. Pramı ilə dəyişək. Konkret məzələnirlər, bunlar məndən. Maşını nə günə qoydular, nəysə, qaqa. Təzəm buradakı maşınımızı götürək, gedək. Getdik, polis. Qaqa, sür, polissən, qaqa. Qaqa, sən mənim söhbətimə niyə qarışsan, hə? Nə oldu? Oy, şey, makas tutdu. Əxi, canımı da çoxaltmalıyam, hə? Mənim maşınıma nə oldu, hə? Maşın niyə dönmür belə? Boş şeydir. Gedək, əsas. Əsas, yəni ki, bunlar adamı əsəbləşdirir də. Yəni, polissən, qaqa, polis qələt belə də. Məsələn, yəni, polislərə demirəm bunu. Yəni, bu oyun içində deyirəm. Polissən, qaqa, mənim söhbətimə qarışmayın da. Yəni ki, ay qaqa, nə olub? Nə olub, qaqa, nəsə problem? Mırtdaşırlar, yəni, konkret mırtdaşırlar da bunlar. Maşın gətirəcəm indi bura. Maşınlar çox deyil. Prosta yəni mırtdaşırlar da. Qaqa, neyniyim? Mırtdaşırlar da. Yəni, konkret məndən məzələnirlər da bunlar. Evimdə onsuz maşın var idi. Evə gedək. Ay, Vito, sür. Gedək. Evimizin arxasında maşın olmalıdır da. Gedək elə maşınımız oradadır. İşte biraz sonrası burada baxaq nə var, nə yox. Bu binada yaşır deyəsən. Əli Muxtar, mənə elə deyirdilər. Prosta əmin deyirəm də. Gedək sürək baxaq elə o binada yaşayır. Oy, dədə, vurdum, yüngül vurdum, Bu şey deyə, getdi ya.
konkret məsələni də bunlar məsələnləri bunlar məndən. Hara çıxıram polis var ha. Qaqa bax. Böyle qorxaram. Ha. Polissən, mənim 4 polissənsən. Nəysə, gedək görək nə var nə yox. Qırmızı işıq. Ay saxla da. Mən saxladım, maşın dayanmadı. Qırmızıda. Hələ mən arxaya verənə qədər də yaşıl oldu da. Zaman itkisi deyə bunlar. Mən Əli Muxtarı axtarmağa gəlmişəm ha bu şəhərə. Hardadır bu Əli Muxtar? Bu binalardadır. Bu binalarda olmalı. Belə saxlayaq, burada görək soruşaq. Kimdənsə soruşaq Əli Muxtar bu binadadır, yoxsa yox. Burada da adam yox deyə. Ha, adam var orada. Aha. Adam var orada. Ay getmə qaqaş getmə. Ha, burada adamlar var. Ver. Salam qaqaş, sən bu binada yaşayırsan? Yox, bırak, yox. Burada məsələn maşınlardan da soruşaq. Ay gəl, saxla. Bunun içində çoxdan biz xoşuma gəlmədi sırasızadı. Salam xanım, siz bu binada yaşayırsınız? Xeyr. Yəni ki məsələnlər də var konkret məndən. Heç kim də burada yaşamır. Boyda binada da yaşayarlar da, yəni ki bu boyda binada. Bilirsən? Vəbşə soruşuram mən. Salam mən bu binada yaşayırsınız? Bəli, nə olmuşdu? Burada Əli Muxtar adda şəxs yaşayır. Yox. Əli Muxtar adlı şəxs bu binada yaşamırmış. Biz hardan tapacağıq bu Əli Muxtarı? Qaqa saxla. Ay ya da ons burada yaşamamış da bu. Bu nə biləcək bu boyda şəhərdə Əli Muxtarı atdı insanı. Maşını da orada saxlayan gəldilər, vurdular. Yəni konkret bu şəhərdəkilər sürməyi bilmir də. Audini götürməyə məcburam. Gedib. Vəbşə Audini götürməyə məcburdaram. Mən dedim o birisi maşını götürüm. Neydi? Yəni ki bu Mercedes-ə keçdiydi. Başqa çarəmiz yoxdur. Buna da arxadan vurublar çoxdan. Düzəltdirməmişik. Yəni çıxartmırdıq qarajdan. Çıxartdım da. Nə işə yarayacaq? Mercedes-i də. İndi bizə şey lazımdır. Mənim indi bankaya borcum var. Üstü yarın hər gün faiz gəlir. Qaqa bizə şey lazımdır da indi. Əlimizdəki son maşın satırıq ki. Əlimdən haqqında pul varsa, onların hamısı da gedir yəni bu maşınlara. Maşın da satamıram, hamısı satılmayan maşınlardır. Ay Əli Muxtar oradasan, səni tapacam oğlum. Aha. Saxla qaqa, qardaş saxla. Saxla. Salam xanım. Ay xanım şəhər. Elə bildim Əli Muxtarın maşınındandır. Elə bildim Əli Muxtarın özüdür. Qaqa saxla. Sən bu maşın kimdir? Bu maşın mənim maşınımdır. Sizin oğlunuz mənə bu maşını verdi. Bu maşın indi hələlik səndə qala bilər. Qaqa bu mənim maşınım deyə sən bunu kim verib? Oğlum məndən xəbər. Yalan danışacağım. Qarajdan uğramışam. Xoşuma gəldi uğradım. Yalnız dəlillərə tapmışıq. Qaqa saxla görüm. Maşınıma qaytar. Düş yerə. Düş. Getdi. Sən polisə də vermərəm, hə? Ağıllı dörsən çünki. Dəlidirlər bunların hamısı da, yəni ki, konkret. Konkret dəlidirlər də. Oy. Əli Muxtar həmişə buralarda da yəni. Onun iş yeridir də burası. Yəni o əvvəllər əslində mənim dostum idi. Sonra borc istədi, borc verdim. Bankaya var mənim 20.000 borcum.
20 yox, onun mənə var 20.000 borcu. Mənim bankaya var 5.000 borcum. 20.000 al, get 5.000-lə də 15.000-lə də get yaşa da normal nə yaşayır da yəni. Maşınlardan da heç olmasa maşınıza da ehtiyacımız yoxdur. Yaşa da özün üçün qardaşım. Prosta Əli Muxtarın özü tapamırıq da. Yan. Benim də bu Əli Muxtara oxşayan adam gördüm orada, görməli odur. Aha. Can sen kimsən qaqaşım? Qardaşım sen kimsən? Kimdir ya? Kimdir? Kimdir? Kimdir burada? Hayda Əli geldi. Ona özüm bilindirmədən bu paltarı giymişəm ama gördü. Ona 20.000 borcum var. Mən o borcu ona heç vaxt verəmərəm. Sürətli gəzim, qaçmayayım amma. Ona haqqında borcum var ama o borcu heç vaxt verəmərəm axı. Yeniyəcəm mən. Şöyle arxadan təkbir edirdim, onun danışdıqlarını gördünüz. İndi ora getdi, o kostyumunu çıxartdı, güya bilmirəm. İndi Əli Muxtar buradadır. İndi maşını saxladım orada, yavaş-yavaş gedim Əli Muxtarın yanına, ona pulumu alım. Salam Əli Muxtar. Salam Əli. Borcumu qaytarmaq kimi bir fikrin yoxdur. Əli, yəni ki, borcu qaytarmaq istəyərdim, prosta pul yoxdur da. Salam müəllim, Əli Muxtar müəllim sizsiz? Bəli, mənə nə olmuşdu ki? Siz loteriyadan düz 30.000 manat qazandınız. Buyurun. Oy. Əli Muxtar, hara qaçsan? 30.000 manat qazandın loteriyadan, hə? Lap yaxşı. Mənim 20.000-imi verməyə açam fikirləşsən. Götür, çıx get. 20.000-imi aldım. Sizə bu maşınları kim verir? Bizim maşınlarımı kim götürür? Kim verir bunlara bu maşınları bu kadar? Rahat götürürlər, sürürlər. Öyle bir de verdim maşınıdır. Kim verir bana sana bu maşını? Sizin oğlunuz. Mənim oğlum, mənim oğlum yox, ümumiyyətlə. Hamısı da deyirsin oğlunuz verir. Mənim oğlum kimdir? Ay gözüm ağrıyıram da. Yəni açıqda buraxıbsan, hamısı açardı üstündə. Dəqiqi, düzdür, test sürmək üçün hamısını açar üstündə də buraxıram. Gəlib götürürlər də ki, güya indi bunların öz maşınlarıdır da. Yəni oğurlanmağa tam rahat bir maşınlardır da bunların da hamısı. Neyse, gedək. Əli Muxtardan da borcumuzu aldıq.